Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme əccil vəlikəl fərəc. İmam Zaman ağanı yad eləyək, sələvat ziş eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed və əccil fərəcəhum. Allaha həmd olsun ki, gəldiyimiz bu ziyarətgah Qum şəhərində yerləşən Cəmkəran qəsəbəsində olan bu gördüyünüz Cəmkəran məscididir. Hal-hazırda gəldiyimiz bu məscid Cəmkəran məscididir. Tarixdə iki məscid İmam Zaman ağanın adına bağlıdır. Biri Cəmkəran məscididir, digəri isə Kərbəla ziyarətinə gedənlər bilirlər. Küfənin yaxınlığında Səhlə məscidi ki, İmam Zaman ağanın adına bağlıdır bu iki məscid. Və Səhlə məscidi barədə qısa onu deyim ki, Səhlə məscidində elə bir peyğəmbər, elə bir mürsəl peyğəmbər olmayıb ki, orada namaz qılmasın. Bir çox peyğəmbərlərin yaşadığı ərazi və namaz qıldıqları yer olub həmən Səhlə məscidi. Bu gördüyünüz məscid də Cəmkəran məscidi İmam Zaman ağanın adına bağlıdır. Həzrəti İmam Zaman ağanın göstərişi ilə bu məscid tikilibdir. Və bu yeganə məscidlərdir ki, həm Səhlə məscidi, həm də Cəmkəran məscidi təmiri hələ bitmir. Yəni, uzun illərdir ki, davam edir bu təmir, amma bitmək bilmir. İnşallah ki, ağanın zuhur dövründə, Allahın izni ilə ağa zuhur eləyəndə bu məscidlər də hazır olar. Allah ağamızın zuhurunu təcil eləsin. Amin. Allah bizi ağamızın yanında xəcalətli qərar verməsin inşallah. Sələvatükə aleyhi və alə abai fi hazi saati və fi kulli saat وليا وحافظا وقاعدا وناصرا ودليلا وعينا حتى تسكنه أرزك التواب وتمديه فيها طويلا. Cəmkəran məscidinin ziyarətinə gələnlər bilməlidirlər ki, bu Cəmkəran məscidinin özünə məxsus iki namazı var. Biri təhiyyət namazı, yəni məscid namazı, digəri isə İmam Zaman ağanın adına bağlı olan və ağamızın özü qıldığı 2 rükət müstəhəb namazdır. Ona İmam Zaman ağanın namazı deyərlər. Allah bütün arzusunda olanlara bu məsciddə namaz qılmağı nəsib eləsin.